bu insanlar hansı fədakarlığın sayəsində bu qəhrəmanlığı eləyirlər? Azərbaycan xalqı, biz indi Babək haqqında danışdıq. Bizim indi yeni məhbuslar haqqında danışaq biz. Tofiq Yaqublu haqqında danışaq biz. Tofiq Yaqublu dərdi azadlıqda qalmaq idi. Tofiq Yaqublu Xocaldan sonra 2 körpə övladını evində qoyub savaşa getmiş adamdır. İllərlə savaşmış gerçək bir qəhrəmandır. Bir dəfə siyasi məhbus həyatını yaşayıb azadlığa çıxandan sonra ritorikasını, mövqeyini qətiyyən dəyişməmiş sözü bütöv bir siyasətçidir. O bilmirdi ki, onun indi seçdiyi siyasi xətt onun üçün təhlükə yaradır. Onu ki, hədələmişdilər. Hətta tutaq ki, özü bilmirdi. Amma ona açıq demişdilər ki, bunu. Açıq bunu demişdilər. Oktyabr ayının 19-dakı mitingdən sonra həbs olunub işgəncə veriləndə ona işgəncə vermişdilər, hədələmişdilər. Və demişdilər ki, belə davam eləsən, yenidən həbs olunacaqsan. Amma susa bilmədi adam və yenidən susub özünü qorumaqdansa məhbəsi seçdi.